Bəlkə müvafiq versiyalar üzrə ən yaxşı tədbirlərdən biri kimi qəbul olunacaq. And please, welcome to the Black Corner from Ukraine, Rama Bohima! 8 idmançının iştirakı ilə keçirilən mini turnirdə yarım finalın iştirakçıları ringə dəvət olunurlar. Bir qədər əvvəl 4-1 finalda ilk görüşünü qələbə ilə başa vuran Roman Mailov, Ukrayna Respublikası. Protokolda bu idmançının Azərbaycanı təmsil etdiyi göstərilir. Əlbəttə bu bir səhvdir. Roman Mailov Ukrayna vətəndaşıdır və indi o Azərbaycan idmançısı Ramal Aslanovla finalçını aşkar etməlidirlər. And now, please welcome to the red corner from Azerbaijan, Ramal Aslanov! Xanımlar və cənablar, nəzərinizə çatdıraq, izlədiyiniz döyüş yarım final döyüşüdür. Introducing first fighting in the black corner. 22 years old, he stands 178 centimeters tall, official weight 69.8 kilograms. With professional record 31 bouts, 28 victories including 14 wins by way of knockout and 3 defeats. Ladies and gentlemen, two-time WPKO World Champion, two-time W5 World Champion from Legend Team Ukraine, Roman Bohima! And he's among the front of the ring fighting out of the red corner. 22 years old, he stands 173 centimeters tall, with official weight 69.9 kilograms. With perfect professional record, 14 bouts, 14 victories, including 7 wins by way of knockout, no losses. Ladies and gentlemen, IKBO World Champion from the INIC team, the undefeated from Azerbaijan, Raman Aslanov! And your referee judge, Rick Coco. 3 rounds of 3 minutes, Glory Rules tournament. No elbows allowed, clinching only 5 seconds. After my command, break or stop, no more techniques, that clear. Shake hands, have a good fight. Referi elementar qaydaları idmançılara bir daha təkrar edir, onların yadına salır. Beləliklə idmançılar Glory versiyası üzrə yarışların qaydalarına riayət etməlidirlər. Klinç vəziyyətində 5 saniyədən artıq dayanmaq olmaz və bu zaman referinin əmri ilə, komandası ilə onlar bir-birlərinə zərbə endirmədən ayrılmalıdırlar. Beləliklə döyüş başlanır. Azərbaycan idmançısı Ramal Aslanov, o qara geyimdədir. Daha doğrusu ağ geyimdədir. Ukrayna idmançısı isə ringə qara geyimlə çıxır. Ramal Aslanov bir qədər əvvəl 4-1 finalda Çin Xalq Respublikası idmançısı Guo Xanfeng'i birinci raundda texniki nokautla məğlubiyyətə uğratdı. 2 dəfə güclü zərbələri ilə onu çətin vəziyyətə saldı və hakimlər görüşü dayandırmalı oldular. Münsiflər heyətinin üzvləri də referinin qərarı ilə razılaşdılar və indi
Ramal Aslanov finala vəsiqə uğrunda mübarizə aparır. Onun rəqibi heç də asan deyil. Ukraynada ümumiyyətlə kickboks yarışları kütləviliyinə görə, populyarlığına görə bəlkə də futbolla eyni səviyyədə dayanır. Ukraynada yeniyetmə və gənclər əsasən idmanın bu növünə diqqət yetirirlər. Hətta kickboksu olimpiya idman növlərindən də üstün tuturlar. Və xatırladım ki, Respublikamızın kickboks üzrə ilk nümayəndəsi Ramal Tağıyev də dünya çempionatına məhz Ukraynada keçirilən yarışlarda layiq görülmüşdü. Birinci raundda artıq vaxtın yarıdan çoxu keçib. Hər iki idmançı əsasən orta və yaxın məsafədə döyüşə diqqət yetirir. Lakin bu hücumların sayı o qədər də çox deyil. İdmançılar növbə ilə sanki bir-birlərini gözləyirlər. Hücuma keçir və vaxtaşırı zərbələr endirirlər. Görünür onlar 4-1 finalda bir-birlərinin döyüşünə lazımınca diqqət yetiriblər və nəyə qadir olduqlarını çox yaxşı bilirlər. Odur ki, kəşfiyyat xarakterli hücumlara ehtiyac yoxdur. Ukrayna boksçusu hücuma keçməyə cəhd edir, rəqibini ringin küncünə doğru sıkıştırır, amma Ramal Aslanov da borclu qalmır və dərhal güclü zərbi ilə rəqibinin hər bir fəndinə hazır olduğunu göstərir. Artıq son saniyələrdir. Birinci raund başa çatmaqdadır. Beləliklə idmançılar istirahətə yollanırlar. Ramal Aslanov ilk görüşündə Çin idmançısı ilə mübarizədə 2 dəfə rəqibini knockdown vəziyyətinə saldı və ikinci zərbədən sonra referi mübarizəni dayandırmalı oldu. Roman Maylov isə Polş idmançısı Mateusz Kopiekə qalib gəldi. Doğrudur, bu qələbəni qazanmaq üçün idmançı hər 3 raundda mübarizə aparmalı oldu. Xal hesabı ilə hakimlər qələbəni Ukrayna idmançısına verdilər. İndi isə ikinci raund başlanmalıdır. Round 2. Hücumdadır. Zərbələri çox tutarlı alınır, amma Ukrayna kickboksçusu hələ ki bu zərbələrə davam gətirir və özü də ara sıra hücuma keçməyə cəhd edir. Bəli, çox ağır bir mübarizəni müşahidə edirik. Adətən boks yarışlarında hər bir idmançı gün ərzində yalnız bir döyüş keçirməlidir, amma kickboks turnirlərində, eləcə də Glory versiyası üzrə yarışlarda isə bu qayda istisna olunur. Hər bir idmançı bir neçə dəfə ringə dəvət oluna bilər və odur ki, bir gün ərzində idmançının nə qədər ağır fiziki və psixoloji yükə məruz qaldığını yalnız təsəvvür eləmək mümkündür. Ramal Aslanov çox ustalıqla rəqibinin zərbəsindən yayınır və dərhal özü çox kəskin bir hücuma keçdi. Hiss olunur ki, Ukrayna idmançısı Ramal Maylov rəqibinin belə bir güclü əks hücumunu gözləmirdi.
döyüşü dayanırır ve derhal da fight döyüşün komandası verir. Artık ikinci raundun son dəqiqəsi gedir. Bəli, bir daha xatırladım ki, idmançılar artıq 4'te 1 finalda ringə çıxmışdılar və indi yarım finalda da mübarizə aparırlar. Yəni cəmi saat yarım, 2 saat ərzində bir-birinin ardınca 2 dəfə ringə dəvət olunmaq və indi bu da hələ son olmayacaq. Qalib gələn idmançı finalda da mübarizə aparmalı olacaq. Əlbəttə cəmi 2 saat yarım ərzində bir neçə döyüş keçirmək üçün idmançılar həm fiziki, həm texniki, həm də psixoloji mənəvi cəhətdən də mübarizəyə mükəmməl hazırlaşmalıdırlar. İkinci raundun son saniyelerinde zinc vurulur ve dövüş dayandırılır. Yani hiss olunur ki her iki idmançı elden düşməkdədir. Taqət tükənir, amma idmançılar iradi keyfiyyətlər hesabına mübarizəni davam ettirirlər. İkinci raundda fragmentlərin təkrarını görürsünüz. Hər iki idmançı yenidən ringin mərkəzinə dəvət olunur. Round İlk 2 3. raundda Azərbaycan idmançısı Ramal Aslanovun müəyyən üstünlük qazandığını söyləmək olar. Doğrudur, onun rəqibi də geri qalmamağa çalışır, amma hər halda Ramal Aslanovun dəqiq zərbələrinin sayı daha çoxdur. Xallar da məhz belə zərbələrə görə verilir. Ramal Aslanovun bir-birinin ardınca vurduğu zərbələr seriyası tamaşaçılara da xoş təsir bağışladı. Tribunalarda yenə də canlanma yaranır. Azərbaycan idmançısı sol əllə rəqibinin diqqətini yayındırır, onun müdafiəsini yarmağa çalışır. Sağ əli ilə isə çox güclü zərbələr indirir, hücuma keçir. Ramal Aslanov hücumu davam ettirmeye çalışır. Hiss olunur ki bu idmançının mübarizə üslubudur. Daim hücum. Və belə bir vəziyyətdə Ramal Mayılov əksər hallarda müdafiəyə diqqət yetirməli olur. Tribunalarda da ekstra verdi. Azərbaycan boksçusu belə uğurlu hücumdan sonra zərbələrini bir-birində artırmaya çalışır və indi uppercut zərbəsi də çox effektiv alındı. Boksun ən müxtəlif fəndlərini tətbiq edən Ramal Aslanov indi ümumi hesabda da üstünlük kazanmağa çox yaxındır. Artıq mübarizənin əsas vaxtının son saniyələridir. Qalibi 3 raundda müəyyənləşdirmək mümkün olacaqmı?
Bu suala hakimler cevap verməlidirlər. Time! Vaxt başa çatdı və idmançılar döyüşü başa vururlar. Beləliklə 3 raundun ümumi yekununa görə indi qalib elan Gəbələ, səsiniz gəlsin Azərbaycan təmsilçisinə! Bu döyüşdən sonra ringə yarı finalın digər iştirakçıları Yuri Kel və Teo Mikelic dəvət olunacaqlar. Almaniya və Xorvatiya idmançıları. Ramal Mayılov və Ramal Aslanov arasında döyüşdə fragmentlərin təşkilatını görürsünüz. 3-cü raundda Azərbaycan boksçusu yenə də hücuma daha çox diqqət yetirirdi və belə görünür 4-cü raunda ehtiyac yoxdur, qalib elan olunacaq. Ramal Aslanov rəqibi ilə müqayisədə daha fəal idi, daha çox zərbə indirirdi, daha çox xal Ladies and qazanırdı. gentlemen, İndi yəqin ki, hakimlər də onu qalib elan we edəcəklər. have unanimous decision. And your winner and goes to final from the red corner, Ramal Azərbaycan idmançısı hal hesabı ilə qələbə qazanır. Yarım final döyüşünün qalibi Azərbaycan təmsilçisi Ramal Aslanov. İndi Ramal Aslanov rəqibini gözləməli olacaq.